Əziz tamaşaçılar, Aşıq Dəlli Borçalı ilə ARB televiziya kanalının əməkdaşı arasında insident baş verib və bu hadisə sosial şəbəkələrdə görüntülənir və olduqca, necə deyək, gündəm mövzusu olub, müzakirələr aparılır. Bu istiqamətdə telekanalın yaydığı məlumatda vurğulanır ki, hadisəyə səbəb Dəlli Borçalının mahnısının 10 saniyəlik hissəsinin səhv yayımlanması olub. Həmin zaur verilişinin kamera arxası görüntülərdə hadisə anı əks olunub və ARB əməkdaşı məsələ ilə bağlı hüquqi addımlar ataraq polis orqanlarına şikayət etmək niyyətində olduğunu bildirib. Həmin görüntüləri əməkdaşlarımız təqdim etsə, indi görməyənlər də görmüş olar. Sosial şəbəkələrdə demək olar ki, hər yerdə qarşımıza çıxır, bir sıra xəbər portallarında da yayımlanır və bu da ki, həm müzakirə yaradır, həm də ki, gündəm mövzusuna çevrilib. Görüntülərdə də elə görmüş olacaqsınız. Ümumiyyətlə, televiziya verilişlərində, xüsusilə də bu cür şou xarakterli verilişlərdə, daha çox musiqili proqramlarda qalmaqallı hadisələrin şahidi çox oluruq. Bu, bəzən reyting xatirinə də olur, bəzən də elə kamera arxası görüntülərdə də əksini tapır. Texniki problemlər də yaşana bilir ki, efir zamanı indi məşhurlara bu barədə məlumatlar da verilməlidir. Amma təbii ki, bu şəkildə bir məşhurun da insana, işçiyə hücum etməsi, hətta fiziki təmas göstərməsi və bu şəkildə qışqıraraq, yəni orada məlum olur ki, qışqırır və kobud davranış sərgiləyir. Bu da təbii ki, yol verilməz bir hərəkətdir ki, məsələn, fiziki nəsə tətbiq etmək, səsini qaldırmaq, hər şeyi danışaraq həll etmək mümkündür. Ağlı başında olan insanlar, yəni çox şeyi danışaraq, müzakirə edərək bunu, yəni mübahisə yaşansa belə bu şəkildə də yox da. Və görürük ki, bunu da üstəlik sosial şəbəkələrdə də yayımlanıb və bəzən olur ki, kanallar bu görüntüləri özləri bilərək yayır ki, bu da gündəmə düşsün və hər kəs müzakirə etsin. Hətta kamera arxası görüntülərin də biz zaman-zaman gündəmə düşdüyünün şahidi oluruq. Təbii ki, hüquq mühafizə, hüquq çərçivəsində aralarındakı problemləri həll etməlidirlər. Buna ən gözəl, necə deyək, reaksiyanı hüquq mühafizə orqanları verəcək. Amma qeyd etdiyimiz kimi televiziya məkanlarında olur bu cür texniki problemlər. Amma ki, indi bunu da məlumat vermək lazımdır. Amma bu o demək deyil ki, belə problemlər yaşandıqda hansısa məşhur gedib hücum çəkməlidir işçiyə, üstünə qışqırmalıdır, bu şəkildə kobud davranış sərgiləməlidir. Ən azından bu cür üzdə olan sənətçilərə heç yaraşmır, heç bir insana yaraşmır təbii ki, amma düz insan əsəbləşə də bilir, hər cür situasiyaya da düşə bilir, amma ən azından bu davranışlar əslində yol verilməz hərəkətlərdir və qeyd elədiyimiz kimi bu görüntülərin bəs yayılması, yəni kanalın daxilində olan bir görüntünün yayılması belə insanda bir maraq doğurur ki, bunu sosial şəbəkəyə niyə məsələ yayırsınız? Elə aranızda hüquq çərçivəsini həll edə bilərdiniz. Bunu yaymaq da elə bir tərəfdən də daha çox reyting qazanmaq, gündəm qazanmaq məsələsini, məqsədi daşıyır deyə düşünürəm. Belə ki, bu mövzuya yəni başqa nə ad verəsən, tez-tez televiziya məkanlarında belə qalmaqallı hallar yaşanırdı. Bir dəfə də hansısa verilişlərin birində mübahisə yaşanmışdı. Nigar Fərhadın verilişində, səhv etmirəmsə, ora gələn şikayətçilərin davası olmuşdu və aparıcı da keçirdi bu tərəfdən, keçirdi o tərəfə, heç nə olmamış kimi. O da əslində kamera arxası görüntü kimi getmişdi. Amma ki, o, necə deyək, mübahisənin də yayımlanması ilə, kanalın daxilində olan bir görüntünün yayımlanması ilə özlərinin vasitəsilə həyata keçirilən bir prosesdir ki, bu da reyting, şou, gündəm yaratmaq məqsədi daşıyır və normalda bəzi aparıcılar efirdə həmin insanlara canı yananlıq kimi, özünü canı yanırmış kimi təqdim etsələr də, kamera arxasında isə heç veclərinə olmadığının da şahidi oluruq. Amerika Birləşmiş Ştatları Paşinyandan üz döndərir. Sensasyon iddiaya Bakıdan baxış.
Qərb nəşrləri iqtidarı topa tutmağa başlayıb. Məşhur Amerikalı jurnalist isə Kremlin adamına tribuna verir. Bəs səbəblər nədir? Qərbin hazırki Ermənistan hakimiyyətini dəstəklədiyinə dair fikirlər olsa da, görünən odur ki, bu dəstək xeyli azalıb və heç də bütün Qərb dairələri baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləmir. Bu barədə PAS qəzeti məlumat yayıb. Nəşrin yazısına görə son vaxtlar bir sıra Qərb kütləvi informasiya vasitələrində dərc olunan kəskin məqalələr, eləcə də Avropa rəsmilərinin Ermənistana qarşı apardıqları kampaniyalar sübut edir. Mənbənin fikrincə, Paşinyanın kilsə əleyhinə apardığı kampaniya Ermənistanda baş verən siyasi həbslər, xüsusilə də Rusiyalı oliqarx Samvel Karapetyanın həbsi Qərbdə o qədər də xoş qarşılanmayıb. Məsələn, Avronest Parlament Assambleyasının İrəvanda keçirilən axırıncı iclasında Avropa Parlamentinin deputatları Nacho Sanchez, Amor və Sergey Lagodinski Ermənistan hakimiyyətinin hərəkətlərinə olduqca sərt reaksiya veriblər və ötən həftə nüfuzlu Financial Times kifayət qədər geniş bir məqalə dərc edib və ümumiyyətlə bu günlərdə bir sıra Qərb mediası Ermənistanda baş verən siyasi həbsləri işıqlandırır. Məlum olduğu kimi bizim yol hərəkatının koordinatoru Narek Karapetyanın New Yorka səfəri də maraqlıdır və orada onun məşhur Amerikalı siyasi şərhçi Tucker Carlsonla müsahibəsi nəzərdə tutulub. Müsahibə zamanı hansı mövzulara toxunulacağı yaxın vaxtlarda bəlli olacaq, amma müsahibə faktının özü çox diqqət çəkir deyə qəzet vurğulayıb və nəşrə görə bu faktda Ermənistanda Samvel Karapetyanın Rusiyanın dəstəyinə malik olması barədə yayılmış stereotipdən baxmaq olar. Bu stereotip onun biznes fəaliyyətinin əksəriyyətini Rusiyada qurmasına əsaslanır. İkinci fakt budur ki, Carlson müxtəlif dövlətlərin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Trump, İran prezidenti Məsud Pezeşkiyan, Macarıstan baş naziri Viktor Orban və s. ilə müsahibələr aparıb. Ermənistana münasibətdə müsahibəyə ölkənin baş nazirini deyil, müxalifət xadimini dəvət edir və Tucker Carlson Amerikanın ən tanınmış siyasi şərhçilərindən biridir və Trump administrasiyası ilə sıx əlaqələrə malikdir. Belə məsələlərdə heç vaxt təsadüflər olmur. Deməli, Qərbdə Nikol Paşinyandan əllərini çəkməyə başlayıblar və xatırladaq ki, erməni əsilli Rusiyalı milyarder Samvel Karapetyan iyunda Ermənistanda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs edilib. Bundan sonra Bizim Yol adlı siyasi hərəkat təsis edən iş adamı 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb və Karapetyanın həbsi Rusiyada rezonans doğurub. Hətta Xarici İşlər Nazirliyi səviyyəsində bu mövzuya münasibət bildirilib və onun seçkilərdə Kremlin mümkün namizədlərindən biri olacağı barədə məlumatlar var. Bəs bu iddialar nə dərəcədə ciddi sayıla bilər? Bu hökumətə qarşı bir anti-PR gediş deyil ki, ABŞ Paşinyandan niyə əlini üssün ki? Siyasi analitik Ramiyə Məmmədova qeyd edir ki, Ermənistan hakimiyyətinin Qərbdə indi əsas dayağı Fransadır. Ekspert ABŞ-nin indiki administrasiyasının Paşinyanı Biden dövründə olduğu qədər dəstəkləmədiyini müşahidə edir. Bununla belə Paşinyan Trumpla bir neçə dəfə görüşmə fürsəti əldə edib və 8 avqust sənədi Vaşinqtonda imzalanıb. Yəni, Birləşmiş Ştatlar əlini Paşinyanın iqtidarının kürəyindən çəkməyib, sadəcə əsas siyasi təminatçısı Makron və Yelisey sarayıdır. Bu da özlüyündə Avropa İttifaqının Paşinyanı dəstəkləməsi anlamını verir və hesab etmirəm ki, Qərb və ABŞ onu yarı yolda qoyacaq. Xüsusilə də kritik seçkilər yaxınlaşır və sadəcə bəzi dairələrin onu tənqid etməsi ABŞ-də erməni diaspor və lobbisinin maliyyəsi ilə Paşinyan əleyhinə kampaniya aparılması mümkündür. Bəli, biz bilirik ki, Qərbdə, Amerikada da Ermənistan lobbiləri kifayət qədər güclüdür. Ermənistan lobbiçiliyi və Ermənistan daxilindəki separatçı qüvvələrlə onlar əlbirdirlər və Paşinyanın siyasətini bəyənməmələri elə Ermənistanın daxilində də bu müşahidə olunur. Paşinyanı hakimiyyətdən devirməyə və özləri nazir vəzifəsinə gəlməyə çalışanlar var və bütün bunların fonunda da həm bizim sülh prosesimizə əngəl törətməyə çalışanlar var, həmçinin də elə ölkədəki bəzi məsələləri öz maraqlarına gətirmək istəyirlər və təbii ki, digər ölkələrlə də istər Rusiyada olsun, istər Qərbdəki dairələrlə əlaqə qururlar və həmin dairələrdir ki, bugün elə Paşinyana qarşı çıxış edirlər, mövqe sərgiləyirlər. Amma ümumilikdə bunu
adından təbii ki, ümumiləşdirmək olmaz. Elə biz sonuncu bu Vaşinqton sənədinin imzalanması, Azərbaycanla Ermənistan arasında sülhün artıq paraflanması və burada da Amerikanın dəstəyini bilirik və artıq Tramp yolu, Tramp dəhlizi və bütün bu proseslər, layihələr Zəngəzur dəhlizinin açılması fonunda baş verir və digər təbii ki, əlaqələrin qurulması fonunda biz ümumiləşdirə bilmərik ki, Paşinyanın əlindən Amerika öz əlini üzüb, amma ki, qeyd elədiyimiz kimi Ermənistanın daxilindəki separatçı qüvvələr qərbdəki, ABŞ-dəki müəyyən dairələrlə onlar əlbir olduqları üçün təbii ki, həmin ölkədə də bu cür qüvvələr mövcuddur və ona görə də belə xəbərlər, informasiyalar yayılmaqda davam eləyir.